أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat zikir. Bəli, artıq səfər ayı çıxıb və səfər ayının son günü Həzrəti İmam Rıza əleyhissalamın şəhadət günü idi. Və istərdik bir neçə kəlmə o Həzrətin məqamından danışaq, çünki Həzrəti İmam Rıza əleyhissalam 8-ci imamımızdır. Həzrəti İmam Hüseyn əleyhissalamın övladlarındandır, 8-ci imamdır və 10-cu məsum hesab olunur. Həzrət İmam Rıza əleyhissalam cəmi 55 il ömr eləyib. Cəmi 55 il yaşayıb. Və o Həzrətin 20 il imamət dönəmi olub. Yəni 35 yaşında atası İmam Kazım əleyhissalam Bağdad zindanında Harun ər-Rəşidin tərəfindən zəhərlədərək şəhid olandan sonra atası 35 yaşında imamət məqamına yüksəlib. Və Həzrəti İmam Rıza əleyhissalam 20 il imamət dönəmin 10 ili təsadüf eləyir Harun ər-Rəşidin dövrünə və ondan sonra Harunun bir oğlu Məhəmməd Əminin 5 ili həmən dönəmə təsadüf eləyir və ömrünün son 5 ili də Harun ər-Rəşidin oğlu Məmunun dönəminə təsadüf eləyir. İmam əleyhissalamın ömrünün son 5 ilinə qədər, yəni Məmunun xilafətinə qədər Bağdadda yaşayıb. Üzr istəyirəm, Mədinə şəhərində yaşayıb. Mədinə şəhərində yaşayıb və son 30 ilində belə deyək. Və son 5 ilin isə Harunun oğlu Məmun digər qardaşı olan Məhəmməd Əmini öldürtdürüb və başın özü üçün gətizdirəndən sonra öz xilafətini elan eləyir Məmun. Məmun öz qardaşını öldürür, xilafətə gəlir. Adam baxanda məsum imamların həyatına insanı düşündürən ən çox bilirsiniz nədir? İmamın düşməni olmaq üçün imama düşmən fərqi yoxdur, elə indi də belədir. İmam düşməni olmaq üçün qardaş qatil olmaq lazımdır. Valideyn qatil olmaq lazımdır. Ümumiyyətlə insan qatil olmaq lazımdır. Ümumiyyətlə bəşəriyyətə düşmən kəsilmək lazımdır ki, sən gəlib imama düşmən kəsiləsən, düşmən olasan. Deməli, Məmun öz qardaşın xilafətə yetişir Məhəmməd Əmin, adı Məhəmməd Əmindir. Məmun müharibə elan edir, Xorasanda öz xilafətini elan edir, o da o biri istiqamətdə və müharibələr İslam xilafətini 2 hissəyə bölürlər və döyüş baş verir bunların arasında. Və nəticədə Məmunun göstərişi ilə Məmunun döyüşçüləri Məmunun öz qardaşın, ordusun məğlub eləyəndən sonra özünün də başını kəsib gətirirlər Məmunun, belə deyək də, yanına bir hədiyyə kimi. Və ondan sonra bu da baxır qardaşının başına, ona biraz təhqir eləyəndən sonra filan, sonra bu xilafətin bütün İslamın xəlifəsi olduğunu elan edir. Və İmam Rıza əleyhissalamı məcburi şəkildə Mədinədən gətizdirir Xorasana, məcburi şəkildə. Çünki Nişapurda və bir digər yerlərdə ki, Həzrəti İmam Rıza əleyhissalamın karvanı dayanırdı,
İmam Rıza əleyhissalam işarə ilə müəyyən şeyləri çatdırırdı insanlara. Və hətta Məmun İmam Rıza əleyhissalam gələndən sonra ona xilafəti təklif eləyir əvvəl. İmam Rıza əleyhissalam deyir, məni məzur bil, üzürlü bil. Deyir, yox, onda vəli-əhdliyimi qəbul elə. Vəli-əhd, yəni mən öləndən sonra sən mənim yerimə xəlifə olacaqsan. Buna deyərlər vəli-əhd. İmam Rıza əleyhissalam da məcbur qalıb qəbul edir. Hansı sözdən sonra? O sözdən sonraki tarixdə olan bir hadisəni orada qeyd edir. Deyir, həmən yerdə şuranın təşkil olunmağın göstəriş vermişdi filan xəlifə ya filan kəs. Həmən şəxs də göstəriş vermişdi ki, kim əks mövqe tutsa, onun boynu vurulsun. Mənim də bundan başqa çarəm yoxdur. İmam Rıza əleyhissalam gördü ki, aləm qarışacaq bir-birinə və günahsız insanlar da burada qətlə yetiriləcək. Həzrət vəli-əhdliyi qəbul elədi. Və bu da təbii bir hal idi ki, İmam Rıza əleyhissalamı özünə tərəf, qardaşının qətlin örtbasdır eləmək məqsədi ilə istəyirdi İmam Rıza əleyhissalamı ora gətirməklə o cinayətin üstündən bir xətt çəkdirsin. İnsanlar arasında kiçilən hörməti tamamilə düşməsi, nüfuzdan düşməsini onunla örtbasdır eləmək istəyirdi. Bu da Məmunun İmam Rıza əleyhissalama qarşı olan vəli-əhdlik təklifi idi ki, məntiqlə də bu düzgün deyildi. Çünki Məmun İmam Rıza əleyhissalamdan yaşca da kiçik idi. Özündən yaşca böyük bir insana deyir ki, mən xəlifəyəm, mən öləndən sonra sən xilafətə gələcəksən, mənim vəli-əhdim ol. Bu da məntiqsiz bir görüşdür, baxışdır. Bunu da İmam Rıza əleyhissalam və ətrafındakı ağıllı insanlar çox gözəl bilirdi ki, bu bir fitnədir, bu bir hilədir. Və İmam Rıza əleyhissalamın atası bildiyimiz kimi 7-ci imamımız İmam Kazım əleyhissalamdır. İmam Musa Kazım Bağdad zindanında Harun ər-Rəşid tərəfindən şəhid olmuşdu. Anası da Tuqdəm xanım idi ki, çox fəzilətli bir qadın olub. Və İmam Rıza əleyhissalamın oğlu özündən sonra imamət məqamına çatdı. O da İmam Cavad əleyhissalam idi. İmam Cavad əleyhissalam, yəni Məhəmməd Təqi əleyhissalam. Həzrət İmam Rıza əleyhissalamın həyatına bir qısa bir baxış idi. İndi əvvəldə oxuduğumuz ayəyə gələk. Allah Teala buyurur və kəzəlikə cəalnakum ummeten vəsata. Biz sizi orta bir ümmət olaraq təyin elədik. Orta bir ümmət olaraq. Ümmətən vəsata, yəni orta bir ümmət. Litəkunu şuhada'a alən-nas. İnsanlara şahid olmaq üçün. Siz insanlara şahid olasınız deyə. Və yəkunər-rəsulu aleykum şəhida. Və Allah Rəsulu da sizə şahid olsun. Bu Quran-ı Kərimdə Bəqərə surəsinin 143-cü ayəsidir. Allah Teala bu kiçik bir ayədə, ki əlbəttə ayənin bir hissəsidir bu, böyük bir töhfə verir müsəlman aləminə, müsəlmanlara, möminlərə böyük bir yükün altında olduqlarını xatırladır. Hansı yükdən söhbət gedir? Hansı əzəmətdən söhbət gedir? O əzəmətdən söhbət gedir ki, İslam ümməti Allah Teala üçün bütün bəşəriyyətə nümunədir. Allah belə təyin edib. Kimlər şahiddirlər? O insanlar şahid olarlar ki, onlar nümunəvi fərd olsunlar. Allah Teala buyurur ki, sizi insanlara şahid olasınız deyə mən orta bir ümmət olaraq yaratdım. Ümumiyyətlə, orta bir ümmət nə deməkdir? Bu orta bir ümmətin mənası nədir? Orta bir ümmətin mənası budur ki, yəni orta yolu tutan bir ümmət. Nə ifrat eləməyəsiniz, nə təfrit eləməyəsiniz. İstər elmdə olsun, istər yeməkdə olsun, istər danışıqda olsun,
İstər hər hansı bir hərəkətdə olsun. Hətta səhv bir yanlışlıq eləyəndə belə orta həddi gözləmək lazımdır. Orta hədd gözlənilməlidir. Həzrəti Əli əleyhissalamdan və Əhl-i Beytdən belə bir hədis var. Buyurur: "Nəhnul ummetul vusta." Biz orta bir ümmətük. Və nəhnu şühədəullah əla xəlqih və hucacuhu fi ardih. Biz Allahın yer üzərində, insanların üzərində höccətləriyik və şəhidləriyik, şahidləriyik. Nəhnu şühədəu alən-nas. Biz insanlara şahidik. İleyna yerciul gali. Qulatlar bizə tərəf qayıtmalıdır, bizə tərəf dönməlidir. Yolun azanlar bizə tərəf qayıtmalıdır ki, azdıqların başa düşsünlər və bizim yanımıza qayıtsınlar. Və bina yəlhaqul müqassir. Və təfrit eləyənlər də, geridə qalanlar da gəlib bizlərə yetişməlidir. Bizim yanımıza çatmaqla öz geriliklərin aradan qaldırmalıdır. Sən müsəlmansansa, sən İslamı qəbul eləmisənsə, deməli nümunəsən. Doğrudan çox maraqlı bir ayələrdən biridir bu Quran-ı Kərimdə. Axı insanı Allah Taala təqdim eləyib varlıq aləminə. Bilirsiniz, insanın hər bir şeyin bir təqdimatı var da, reklamı var. Məsələn, biri bir açılış eləyər, orada reklam eləyər, nüfuzlu bir şəxsi gətirər, orada onun vasitəsilə reklam eləyər. Onun dilindən çatdırar. Nəyə görə? Çünki bu işin istəyir ki, mükəmməl göstərsin, yüksək göstərsin. Təsəvvür eləyin, insanı Allah yaradıb, bütün varlıqlar arasında insanlardan başqa cinlər var, mələklər var, digər varlıqlar var. Varlıq aləminə Allah Taala insanı təqdim edir. İnsanın təqdimatıdır. Orada reklam eləyən kimdir? Allah özü. Allah özü reklam eləyir insanı. Baxın, bu insandır. Laqad xalaqnal insana fi ahsani taqvim. Bir baxın, bu insanın reklamıdır. İnsan görün nə yüksəkdir, nə ucadır, nə alidir. Biz insanı ən yüksək şəkildə yaratdıq. Ən ali dərəcədə yaratdıq. Elə bir həddə yaratdıq ki, insanın misli yoxdur, insanın bənzəri yoxdur. Nə bununla mələk müqayisə oluna bilmir, nə digər canlılar bununla müqayisə oluna bilməz. Bu elə bir varlıqdır ki, bunu ancaq mənim adımla çağıranda çağırmaq yaraşar buna. Allahın bəndəsi, Allahın qulu, Allahın yer üzərində xəlifəsi. İnni cailun fil ardı xəlifə. Biz Həzrəti Adəmi yaradanda yer üzərində xəlifəmiz yaradırıq dedim. Belə dedik, biz yer üzərində öz xəlifəmizi yaradırıq. İnsan elə bir xüsusiyyətə malikdir ki, Allahı təmsil eləyə bilir. Sən görə bilmirsən, mən görə bilmirəm özümü. Mən insanlarda görə bilirəm özümü. Mən digər bir şəxsə baxanda özümü görə bilirəm. Mən hətta digərlərinə baxanda öz Rəbbimi görə bilirəm. Hədis buyurur ki, bir möminə baxanda elə şəxslə yoldaşlıq eləyin ki, onu görəndə, ona baxanda Allahı xatırlayasınız. Bu yeganə insandır ki, Rəbbi insana xatırladar. Allahı insana xatırladır. Allah Teala insanın qiymətin Quran-ı Kərimin ayələri ilə desək, elə bir həddə təqdim edir ki, balaca bir uşağın belə qiyməti bütün bəşəriyyət ölçüsündədir. Bütün bəşəriyyət qiymətindədir. Bu yaxınlarda bir yerdə məclisdə idi, bir neçə nəfər əyləşmişdi. Bir qardaş vardı, onunla birlikdə idi, bir yaşlı bir kişi var idi, orta yaşlı bir kişi idi. Mən ona dedim, ağsaqqal, yox, dedim, ağa, zəhmət olmasa filan, indi ağa hörmət mənasında, ehtiram mənasında.
O dedi, yox, mənim heç bir, mən sadə adamam, deyir. Mən sadə bir insanam. Mən ağa deyiləm. Mən çox sadə adamam. Heç bir mənim titulum yoxdur, belə deyək də, laf lorı dildə desək. Mən çox sadəyəm, adiyəm, üzr istəyirəm. Dedi, mən adi adamam. Dedim, Allah Teala adi adam yaratmayıb ki. Allah adi adam yaratmayıb. Allah kimi yaradıbsa, o fövqəladə bir varlıqdır. Kimi yaradıbsa, o əl çatmaz bir şəxsiyyətdir. Balaca uşaqdan tutmuş, yaşlı ağsaqqala qədər. Allah hamısını sevib yaradıb. Allahın kitabında adı var hər bir şəxsin. Yaranmısansa, deməli, ehtiramlısan. Hörmətin var sənin, nüfuzun var. Allah Teala buyurur ki, mən qətələ nəfsən bi qeyri nəfsin əv fəsadin fil ardı fəkəənnəmə qətələn nasə cəmi'a. Buyurur ki, yer üzərində kim bir nəfəri qəsdən öldürərsə və yaxud da fitnə salmaq məqsədi ilə nəsə bir cinayət törədərsə, sanki bütün bəşəriyyəti öldürüb. Adi bir insan demədi ki, burada kimdir o bir nəfər? Bir uşaq da ola bilər, bir qadın da ola bilər, bir kişi də ola bilər, bir xəstə də ola bilər, sağlam da ola bilər. Yəni, burada həmən şəxsi Allah Teala təyin eləmədi onun çəkisin, onun adiliyin, onun nə bilim məqamın, onun ucalığın, kiçiliyin, heç birini Allah Teala burada müqayisə və müzakirə eləmədi. Niyə müzakirə eləmədi? Ona görə müzakirə eləmədi ki, Allah üçün yaradılan həmən şəxslər, hər biri Allahın yanında dəyəri var, əzəməti var, izzəti var. Çünki Allah üçün biz kiçik bir varlıq deyilik. Allah bizim üzərimizdə zəhmət çəkib. Məcazi mənada desək. Allah insanı yaradanda özü ilə fəxr eləyib, öyünüb. Deyib ki, bax, eşq olsun, bax, indi yaratdım. İndi hədəfə çatdım. İndi kamil bir varlığı yarada bildim. İnsandan əvvəl nə qədər varlıq var idi, yaradılmışdı. Amma heç biri barədə bu sözlər deyilmədi. Heç biri barədə bu sözlərin heç biri deyilmədi. Amma Allah gəlir insanı yaradandan sonra deyir, nə gözəl yaratmışam, eşq olsun yaradanların ən üstününə, ən yaxşısına, ən gözəlinə. İndi mən hədəfə çatmışam artıq. Çünki mən bugün elə bir varlıq yaratmışam ki, həmin varlıq bütün bəşəriyyəti idarə eləyə biləcək. Bütün varlıq aləmin idarə eləyə biləcək. Həmən varlıq küləyi idarə eləyə biləcək. Həmən varlıq yağışı yağdıra biləcək. İndi görsən kimsən? Sən yağışı yağdıra bilirsən. Sən küləyi idarə eləyə bilirsən. Sən dünyanın nizamını dəyişə bilirsən. Sən fəlakətləri uzaqlaşdıra bilirsən. Çünki hədislərdə var da, bəzi insanlara görə Allah Teala həmin məmləkətlərə fəlakət getirməz. Həmin məmləkəti qoruyar. Deməli, insanın ehtiramı elə bir həddədir ki, o təbii və qeyri-təbii fəlakətlərin belə qarşısını ala bilir. İndi təsəvvür edin, insanın əzəməti hansı həddədir, insan hansı məqamdadır, insan hansı çəkidədir. Və mən əhyaha fəkəənnəmə əhyənnəsə cəmi'a. Ardıca Allah Teala buyurur həmin ayədə, Maidə surəsinin 32-ci ayəsində buyurur, hər kəs bir nəfərə həyat versə, həyat bəxş eləsə, bütün bəşəriyyətə həyat verib. Sən bir nəfərə xidmət edirsən, Allah qatında deyir, filan qədər savabı var. Biz bəzən çətinlik çəkirik o savabı hesablamaqda. Niyə Allah Teala desin, məsələn, bir nəfərə bir sədəqə verirsən, Allah onun vasitəsilə bəlaları səndən, 70 bəlanı səndən uzaq eləyər. Və yaxud da ki, bir nəfərə borc verərsən, 18 dəfə sədəqədən daha üstündür borc vermək. 18 dəfə sədəqədən daha çox savab qazanarsan. Niyə bu qədər savablar bizə verilməlidir? Ümumiyyətlə, bu savabları nəyə əsasən ölçülür və nə ilə hesablanır? Deməli, insanın elədiyi kiçik bir əməl belə bütün bəşəriyyətə olunan yaxşılıqdır. İmam Sadiq əleyhissalam buyurur, bir nəfər
səhv yolda olanı tutsa, gətirsə, düzgün yola yönəlsə, düzgün istiqamətə yönləndirsə, yanlışlıqdan onu xilas eləsə, azğınlıqdan onu xilas eləsə, bütün dünyanı islah eləyib o şəxs. Bütün dünyanı islah eləməyin savabını yazar Allah Taala onun üçün. Bir nəfər indi gələ bir nəfəri yoldan çıxarda, bir nəfəri səhv yola sala, bir nəfəri azğın yoluna sala. Buyurur ki, İmam Sadiq əleyhissalam bütün bəşəriyyəti yolundan azdırmış kimidir. Bütün bəşəriyyəti həmin insan elə bir yoldan çıxardı. Bu insana verilən dəyərdir, qiymətdir ki, bunu Allah Taala təyin edir. İnsanı bu hörmətdən salan bəzi xüsusiyyətlər var. İnsanı nüfuzdan salan bəzi xüsusiyyətlər var. O işləri insan eləsə, insan hörmətdən düşər. İnsan kiçilər. İnsan istər özü eləsin, istər onu elətdirsin. Özü yox, amma kimlərəsə elətdirsin. Bu insanın nüfuzuna xələl gətirəcək. İnsanı dəyərdən salan onun birinci günahlarıdır. Günah. Ona görə deyir ki, günahın varlıq aləminə belə təsiri var. Günahın bütün bəşəriyyətə təsiri var. Mənim elədiyim o günah bütün varlıq aləminə bulaşdırır, bulandırır, çirkləndirir. Mən bir dənə günah eləyirəm, bir dənə haram iş görürəm, amma bütün varlıq aləmi bulaşır o çirkabda. Bilirsiniz bu nəyə bənzəyir? Bu ona bənzəyir ki, mən libasımı murdarlayıram, libasım murdar olduğuna görə kimə toxunsa o libas həmən şəxsdən murdarlayacaq. Günahın mahiyyəti budur, həqiqəti budur, əzizlər. Günah insanı belə hörmətdən salar. İnsan günah elədikcə Allah qatında kiçilər. Allahın o qoyduğu hörmət, o yaratdığı hörmət, verdiyi məqam, həmin o məqam yavaş-yavaş insandan alınır. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ Sonra biz onu aşağılardan da aşağı elədik. Elədiyi günahların nəticəsində, elədiyi haramların nəticəsində. Haram işlər insanı o qədər kiçildər, cılızlaşdırar ki, hətta üzr istəyirəm ifadəmə görə, Quran-ı Kərimin ayələrində Allah Teala buyurur, "Ulaikə kəl-ən'am bəlhum ədal." O insan gələr dörd ayaqlıdan da aşağı səviyyəyə düşər. Niyə? Çünki bu haram iş görür, bu günah eləyir. Bunun elədiyi o günah bütün bəşəriyyəti bulaşdırır, amma o dörd ayaqlının hansısa bir günah eləmir. O öz missiyasını icra eləyir. Mən kərumət əleyhi nəfsuhu ləm yuhinha bil-məsiyə. Həzrət İmam Əli əleyhissalam bu mövzuya uyğun buyurub. Özdə Həzrət Əli əleyhissalamın kəlamları bir başqadır da, bir ayrı ab-havası var. Həzrət bilirsin nə buyurur? Buyurur ki, hər kəs öz qiymətin bilsə ki, mən kiməm? Bax, bir dənə onu bilsin. Məsələn, mən nəyəm? Mənim məqamım hansı məqamdır? Mən kiməm? Məni Allah niyə yaradıb? Mənə Allah hansı dəyər verir? Hansı hörmət və ehtiramı bəxş eləyir? Bunu bir dənə insan bilsə, Həzrət Əli əleyhissalam buyurur, ləm yuhinha bil-məsiyə. Günahlarla öz qiymətin azaltmaz. Günahlarla öz çəkisin azaltmaz. Özün yüngülləşdirməz. Öz məqamın salmaz aşağı, bilsə ki, mən kiməm? Təsəvvür eləyin, mən ali bir dünyanın, nizamın dəyişə biləcək bir şəxsəm. Mən gəlirəm, elə bir hərəkət eləyirəm ki, heç dörd ayaqlı o hərəkəti eləməzdi. O hərəkəti, o səhvi eləməzdi. Mənim elədiyim bu günah, mənim elədiyim bu pis iş, mənim elədiyim bu yanlışlıq, səhv addım, mənim məqamımı kiçildir, yavaş-yavaş kiçildir, məni nüfuzdan salır, hörmətdən salır. Mən oluram sadəcə bir əti, qanı olan bir varlıq. Amma Allah Teala bizi ətli, qanlı varlıq kimi yaratmayıb axı. Allah üçün bizim ehtiramımız başqa birdir. Başqa bir şəkildədir, başqa bir ab-havadadır.
İnsan bilsə ki, Həzrət buyurur, öz dəyərin, qiymətin çəkisin. Axı mənim məqamım bu deyildi. Mən bir dəfə əllərimi qaldırmaqla göyə, əba əhli kim idi? Həzrəti xanım Zəhra, Həzrəti Əli, Həzrəti Həsən və Hüseyin. Nəcran xristiyanlarına dedi, get ona denən ki, ey Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, mən onun yanında elə simalar görürəm ki, onlar bir dəfə əllərin qaldırsalar, Allah Teala dünyanı cəhənnəmə çevirər. Görün, simasından bilinirdi, görünüşlərindən bilinirdi. Bilinirdi ki, bu insanın təqvası, imanı nədir? Bu bir dəfə Allahdan nəsə istəsə, bir dəfə. Mənim yadımda da o vaxtı bir hadisə baş vermişdi. Elə həmin şəxs bizim kənddən idi. Günlərin bir günü bu kişiyə qarşı nəsə hörmətsizlik eləmişdi. Bu kişi də namaz qılan bir mömin idi. Sakit, fağır bir insan idi. Deyir, günlərin bir günü o nəql eləyən belə deyir. Deyir, filan kəs dedi, həmən şəxs o qarşı tərəfindəkinə. Dedi, nəuzubillah, mən Allah demərəm ki, sənə göstərməsin özün. Deyir, buna çox böyük hörmətsizlik eləmişdi, çox şiddətli şəkildə. Deyir, buna dedilər, elə demə, olmaz, yaxşı çıxmaz filan. Dedi, yox, mən neçə il ibadət edirəm, namaz qılıram. Allahın qarşısında özümü kiçildirəm. Amma bu adam mənə gör nələr deyir. Deyir, bir müddətdən sonra həmən şəxsin özü ya yaxınları gəlmişdi bu şəxsin yanına ki, halallıq almağa. Ki, başlarına nə bəla gəlmişdi, müsibət gəlmişdi, ya qəzaya düşmüşdülər, ya nəsə bir problem olmuşdu, ya əl-ayağı sınmışdı, nəsə başına bir hadisə gəlmişdi. Ona görə deyir, möminin ehtiramı Kəbədən də qiymətlidir. Möminin ehtiramı Kəbədən də dəyərlidir. Əslində, insanın qiyməti budur da. İnsanın qiyməti elə bir həddədir ki, Allah bütün varlıq aləmində nə varsa, insana görə dəyər verir, insana görə qiymətləndirir. Yaxşı, mən olmasaydım, insan olmasaydı, Allah Quranı kimə göndərəcəkdi? Kim idi Qurana əməl edən? Deməli, Quranlığın insan başa düşdü, insan bildi. İndi düzdür, bəzi insanlar hələ bilmir dırnaqarası insanlar, onlar bilməyəcəklər. Quranlığın hər hansı bir dörd ayaqlı bilməyəcək ki. Allah Teala oxuyub əməl eləməyənləri bənzədir uzunqulağa, ulağa. Deyir, onun kürəyinə, üstünə, belinə nə qədər kitab yükləyəsən, aparacaq, gətirəcək, amma heç bir məlumat əldə eləyə bilməyəcək, xəbər olmayacaq. O sadəcə yük kimi daşıyacaq. Amma mömin, insan, başa düşən nə edəcək? Oxuyacaq, əməl edəcək. Bir dənə kəlməni, mən izdadə ilmən və ləm yəzdad zohdən və ləm yəzdad minəllah illa bu'da. Bir dənə kəlmə öyrənsə bir nəfər, elmin artırarsa, təqva və imanın çoxaltmazsa həmən şəxs, öyrəndiyi qədər Rəbbindən uzaqlaşıb. Öyrəndiyi qədər Allahından uzaqlaşıb. Nə qədər öyrənmişdirsə, nə miqdar öyrənmişdirsə, ona əməl olunmursa, o Allahından uzaqlaşıb. Həmin miqdar uzaqlaşıb. Ona görə deyilir ki, təqvalılardan Allah qəbul eləyər. O insan ki, təqva əhlidir, o insan ki, əməl əhlidir, o insan ki, salih əməl sahibidir. Və əmilus salihati. Və onlar salih işlərə əməl edərlər, salih işlər icra edərlər. İmanın göstəricisi budur, cəmiyyətdə insan islahat işi ilə məşğul olsun. Cəmiyyətdə insan islah eləsin, qarışdırıcı rol oynamasın, fitnə, fəsad yaymasın. Çünki İmam Sadiq əleyhissalam buyurdu, bir nəfər bir dənə fitnə yaradarsa, o fitnəni yayarsa, bir nəfəri yoldan çıxardarsa o fitnə ilə, o bütün bəşəriyyəti yoldan çıxardmış şəxs kimidir. Fərqi yoxdur, o insan kiçik bir zülm elədi ya böyük bir zülm elədi. O zalimdir, həmən şəxs zalimdir. Amma bunun əksi də belədir. Sən bir dənə evində kiçik bir
savab işlə məşğul ol, vacib bir işlə məşğul ol. Bir nəfəri düzgün yola yönəlt, bir nəfəri düzgün istiqamətdə apar. Allah Teala Həzrəti Davud əleyhissalama dedi, ey mənim peyğəmbərim, qiyamət günü bir yerin 100 min nəfərli bir əhalisi olsa, onların hamısını mən cəhənnəmə atacam və onların içərisində 60 min nəfəri salih əməl sahibləridir. 40 min nəfəri isə fasik, günahkardır. Davud əleyhissalam təəccübləndi, dedi, ilahi, bu 40 mini bildi, bəs bu 60 mini niyə atırsan cəhənnəmə? Onlar ki, yaxşı işlər görüblər, özün deyirsən, savab işlər görüblər, düzgün işlərlə məşğuldular. Allah Teala deyər ki, o 60 min nəfər əgər insanları düzgün yola dəvət eləsəydi, yaxşı işlərlə məşğul olsaydı, o 40 min olmazdı. O yanlışlıqda olanlar, o səhv yolda olanlar o qədər və o sayda olmazdı. İndi təsəvvür elə, hər bir insan bir nəfəri cəhənnəmdən xilas edir. Peyğəmbər sallavatullahın xüsusiyyəti bu idi də. Bir neçə gün bundan əvvəl o Həzrətin şəhadət günü idi, keçdi. Həzrətin xüsusiyyəti bu idi. Bir nəfər dünyasını dəyişəndə müşrik və bütpərəst. Dünyasını dəyişəndə Həzrət Peyğəmbər ağlayardı. Sual verəndə ki, ey Allahın Peyğəmbəri, niyə ağlayırsan? Deyərdi ki, bir nəfər cəhənnəm əhlini də cəhənnəmdən xilas eləyə bilmədik. Özünü bu mövqedə görürdü ki, mən xilas eləməliyəm, mən islah eləməliyəm, mən düzəltməliyəm. Mən bütün işləri düzəldə bilmərəm. Hətta arı barədə qeyd olunur. Həzrəti İbrahim əleyhissalamı atmışdılar oda. Deyirlər ki, o qədər böyük bir tonqal yaratmışdılar, düzəltmişdilər ki, Həzrəti İbrahim əleyhissalamı birbaşa ora ata bilmədilər. Bir mancanaq düzəltdilər, mancanaqla Həzrəti atdılar oda. Deyir, orada gördülər ki, Həzrəti Cəbrail əleyhissalam ya digər mələklərdən biri gördü ki, bal arısı xortumuna su alır, gəlir atır o tonqalın üstünə. İndi arını təsəvvür edirsiniz, arının xortumu nə qədər su tutacaq. Həmin o suyu atır, həmin o suyu götürür, atır tonqalın üstünə. Allahın mələyi soruşur. Deyir ki, sən bu tonqalla, bu boyda tonqala bu suyu atmaqla nə əldə edəcəksən? Dedim, mən əlimdən gələni eləyirəm. Mən əlimdən gələni eləyirəm. Əzizlər, bəşəriyyətin problemi bilirsiniz nədir? İnsan əlindən gələni eləmir. Məsələn, mənim əlimdən nə gəlir? Mənim əlimdən bu gəlir. Bu kiçik bir iş. Mən bunu eləyirəm. İndi birinin əlindən daha böyük bir iş gəlir, getsin onu eləsin. Hər bir insan bununla mükəlləfdir ki, boynunda, öhdədarlığında bu var. La yukellifullahu nəfsən illa vus'aha. Hər bir insana Allah götürə biləcəyindən artığını yükləməz. İnsanın gücü nəyə çatırsa, insanın çəkisi, insanın yükü nədirsə, onu insan dartmalıdır, onu aparmalıdır. Heç insan istəsə də artıq yükü çəkə bilməyəcək. Çəkmək istəsə özün də məhv eləyəcək. Ona görə Allah insana tapşırıb ki, Vəttəqullahə məstəta'tum. Bacardığınız qədər təqvalı olun. Necə şirin, gözəl ayələrdəndir. Quran-ı Kərimin ayələri düzdür, hamısı gözəldir. Amma bu mövzuya uyğun insana həqiqəti, mahiyyət etibarı ilə çatdıran ayələrdəndir. Buyurur, Fəttəqullahə məstəta'tum. Bacardığınız qədər təqvalı olun. Demir, sən, məsələn, övliya, Allahın övliyası filan kəs kimi ol. Demir peyğəmbər kimi ol, demir imam kimi ol. Demir hansısa bir uca məqam sahibi olan şəxsiyyət kimi ol. Bir alim kimi ol, bir müştəhid kimi ol. Deyir, bacardığın qədər. Nəyə gücün çatır? Nəyə gücün çatır, nə yapara bilirsən, o miqdar bəs edir. Deməli, insanın gücü çatsa və çatdığına əməl eləsə, nə miqdar olur olsun, fərq eləmir. İstər kiçik olsun, istər böyük olsun, bacardığın eləsə, bacardığın aparsa, dartsa, çəksə öz arxasıca, öz yükü miqdarında bəşəriyyət xilas olacaq, insanlar xilas olacaq.
Bunların da əvvəli başlayır insanın öz daxilindən, öz batini aləmindən. İnsan batini təmizlədi, insan daxilini təmizlədi, ruhun saflaşdırdı, sonra keçir ikinci, yaxınlarına. Və ənzir əşirətəkəl əqrəbin. Ey Peyğəmbər, yaxınlarını qorxud ilahi əzabdan. Ondan sonra keçirsən yaxınlara. Yavaş-yavaş, mərhələ-mərhələ. İnsanın dünyada işi budur. İnsanın yerdə qalan işlər hamısı insanın yaşayıb 5 il, 10 il, 20 il yaşayacaq dönəmində vasitəçilik rolu oynayır. Bu isə insanın əsas hədəfidir. Əsas görəcəyi işlər bundan ibarətdir. Mən yemək yeməliyəm, bir qarın yemək üçün bir ömür çalışıram. Amma Allahın mənə vacib elədiyi məsələlərin barəsində heç fikirləşmirəm və deyirəm mənim nəyimə lazımdır və nəyimə gərəkdir. Ona görə əzizlər, Allah təbarək və təala buyurdu Quran-ı Kərimdə və kəzalikə cəalnakum ummətən vəsətə litəkunu şühədaə ələn-nas. Biz, ey müsəlmanlar, sizi, ey insanlar, sizi orta bir ümmət olaraq yaratmışıq. Siz heç vaxt həddi aşmazsınız və heç bir zaman da az, naqis, qüsurlu iş görməzsiniz. İndi sənan verirəm Allaha, biz həddi ya aşırıq ya da qüsurlu iş görürük də, bizim işimiz belədir bu həyatda. Ya həddi aşırıq, çox artıq demirəm, amma ibadəti artıq eləyirik, yox. Bəzən görürsən biri başlayır elə namaza, Bismillahirrahmanirrahim, o biri deyir, bala dərinə getmə. Bu hara gedib ki, bu dərinə də gedə. Bu nə iş görüb ki, dərində hesab olma. Yox, biz müəyyən məsələlərdə burada demək lazımdır, demirik, burada demək lazım deyil, deyirik. Bu məsələdə biz həddi ya aşırıq, ya da nöqsanını eləyirik. Amma Allah Teala bizə deyir, siz bilirsiniz kimsiniz, bizi belə təqdim edir. Deyir, siz o ümmətsiniz ki, siz orta bir ümmətsiniz və insanlara siz şahidsiniz, yəni bəşəriyyətə nümunəsiz. İlahi, kim mən nümunəyəm, deyir Həsən. Sən demirsən müsəlmanam, demirsən möminəm, yaxşı, sən nümunəsən. İnsanlar sənə baxacaq, səndən örnək götürəcək. İndi nəyimiz var insanlara örnək verməyə? Nəyimizi insanlara bir nümunə kimi göstərib təqdim eləyə bilərik? Bizim əzizlər, müsəlmançılığımızı təyin edən bu meyarlardır. Məsələn, mən bugün hansı xüsusiyyətimi insan, bəşərə təqdim eləyə bilərəm ki, bax, buna sən əməl elə, bu gözəl nümunəvi bir işdir. Mən bu işi görürəm. Allah Teala buyurur ki, mən sizi belə bir ümmət yaratmışam ki, insanlara siz nümunəsiz, örnəksiz, bəşəriyyətə nümunəsiz. Və yəkunər rasulü aleykum şəhida. Və Allah Rəsulu da sizin üçün nümunədir. Allah Rəsulu da sizə şahiddir, yəni sizin üçün nümunədir. Allah Rəsulu sizə nümunədir, siz də bəşəriyyətə nümunəsiz. Siz də insanlara nümunəsiz, insanlığa nümunəsiz.